Mövzumuz rasional ədədlərin bölünməsidir. İki rasional ədədi bir-birinə böldükdə bizə yenə də rasional ədəd verir. Məsələn, B-də A bölünsün, D-də C rasional ədədi veribsə, biz bölünəni bölənin tərsi olan ədədə vurmaqla bunu hesablayırıq. Yəni, D-də C-nin tərsi olur C-də D. Sürətə vurub sürətdə yazırıq, məxrəci isə məxrəcə vurub məxrəcdə yazırıq. Burada C mütləq fərqli olmalıdır sıfırdan. C çünki sıfırdan fərqli olmalıdır ki, sıfırı hansı bir ədədə böləndə sıfır alınır. Bu ədəddə, yəni birinci ədəddə sıfıra böləndə yenə sıfır alınır, mənası olmaz. O zaman biz C-ni mütləq sıfırdan fərqli götürməliyik. Həmçinin yenə də tam ədədlərdə olduğu kimi iki müsbət ədədi bir-birinə böləndə yenə də bizə verəcək müsbət ədəd. İki mənfi ədədi də bir-birinə böləndə yenə bizə verəcək müsbət ədəd. Yəni, eyni işarələri, ədədləri bir-birinə böləndə eyni müsbət ədəd verir bizə. Amma müxtəlif işarəli ədədləri biz bir-birinə bölsək, məsələn, bu birinci müsbət, ikinci mənfi bizə mənfi verəcək. Həmçinin birinci mənfi, ikinci müsbət olsa, yenə də bizə verəcək mənfi. Yəni, müxtəlif işarəli ədədləri bir-birinə böləndə isə bizə verir mənfi. Gəlin, nümunələr göstərək, bölmələrə aid. 4-də 3 bölünsün, 7-də 5, ikisi də müsbət olsun. 4-də 3 olduğu kimi saxladıram, bölmə əməli vurma ilə əvəzlənir. 5 məxrəcə, 7 isə sürətə yazılır. 3 vurulsun 7, 4 vurulsun 5. 21 sürətdə, 4-ü 5-ə vurandasa 20 məxrəcdə. Təbii ki, biz buradan sürət məxrəcdən böyük olduğuna görə tamın ayıra bilərik. 1 tam 20-də 1 yazırıq. İkisi də mənfi olsun. Mənfi 1 tam 4-də 3 bölünsün mənfi 7. Bərabərdir. Bunu çevirək düzgün olmayan kəsrə. 4 birim 4 üzərinə 3 gəlində 7 bölünsün. Mənfi 7-nin tərsi mənfi 7-də 1-dir. İki mənfi ədəddir. Mənfi ədədləri bir-birinə böləndə müsbət verdiyinə görə mənfiləri atıram. 4-də 7 bölünsün. 7-də 1. Vurulsun daha doğrusu. Vurulsun 7-də 1. Burada 7-lər ixtisar gedər. Sürətdə qalar 1. Məxrəcdə isə qalar 4. Yəni, cavabımız oldu 4-də 1. İndi onluq kəsrə aid olan nümunəyə də baxaq. 0 tam %24, biri mənfi olsun, biri müsbət. 0 tam %24 müsbət olsun, mənfi 0 tam 13 mənfi olsun. Birinci müsbət, ikinci mənfi. Mənfi ilə qarşıya ataq, çünki bildik ki, müsbət ədəd mənfiyə böləndə mənfi ədəd verir. Bölünsün 0 tam 13. Burada bizə əsas lazımdır ki, bölən onluq kəsirlərin bölünməsi qaydasına görə deyə bilər ki, bölən natural ədəd olmalıdır. Ona vurmalıyıq hər ikisini. 2 tam onda 4 eləyir, bunu 10-a vuranda, bunu isə 10-a vuranda 3 eləyir. Bərabərdir. 2 tam onda 4-ü 3-ə böləndə isə mənfi eləyəcək 0 tam onda 8. Həmçinin bu ədədlərdən birinci mənfi olsaydı, mənfi 0 tam %24 bölünsün, 0 tam onda 3 olsaydı, 0 tam onda 3 müsbət olsaydı, yenə də mötərizənin qarşısına mənfi atacaqdı. Çünki mənfi ədədi müsbət ədədə böləndə mənfi ədədi bizə verir. 0 tam %24-ü böləcəkdik 0 tam onda 3-ə və yenə də cavabımız burada bizə verəcəkdi mənfi 0 tam onda 8. Rasional ədədlərin bölünməsinə aid hər iki ədədin düzgün olmayan kəsir formasında verilməsinə aid də nümunə yazaq. Məsələn, 2-də 3 bölünsün mənfi 5-də 6. Baxın, hər ikisi düzgün olmayan kəsir formasındadır. Yenə də eyni qaydanı icra eləyəcəyik. Bölməni vurma ilə əvəzləyirik. Mənfi qalır. 6 və 5-in yeri dəyişir. Daha sonra bu mənfini qarşıya yazırıq. 2-də 3 vurulsun 6-da 5. Bərabərdir. Mənfi 3-ü 5-ə vururuq. Sürətdə yazırıq. 2-ni vururuq 6-ya. Məxrəcdə yazırıq. Buradan 3 və 6 ixtisar gedir 3-ə. 1 dəfə, 2 dəfə. Mənfi qarşıda 1-i 5-ə vuranda 5. 2-ni 2-yə vuranda 4. Sonra biz bunu çevirə bilərik qarşı ədədə. Mənfi 1 tam
4-də 1. Əgər onluq şəklindən göstərmək istəsək, onluq şəklindən də göstərə bilərik. Bərabərdir. 1-i 4-ə böləndə 1 ilişə 0,25 eləyir. Üzərinə 1 gələndə 1,25 və qarşıya da mənfi atmalıyıq.